Salam, hər vaxtınız xeyir. Artıq bilirsiniz ki, bu ildən 6-cı sinif şagirdlərinə yeni Azərbaycan dili dərsliyi təqdim olunmuşdur və bu dərslikdə bəzi mövzularda dəyişiklik, bəzi yeni mövzular isə əlavə olunmuşdur. Bu yeni mövzu hansıdır? Hiperonim və hiponimlərdir. Hiperonim nədir? Hiperonim ümumi məna deməkdir. Məsələn, biz deyiriksə ki, çiçək, artıq dəqiq olaraq hansı çiçəkdən söhbət getdiyini bilə bilmirik. Amma biz onu dəqiqləşdirmək üçün desək ki, nərgiz və yaxud da qızılgül, lalə, burada artıq nə edirik? Hiponimlərdən istifadə edirik. Hiperonim ümumi məna deməkdir. Meyvə, qohum, bədən üzvləri, geyim, əmək aləti bunlar artıq nədir? Hiperonimdir. Yəni ümumi adlandırdığımız adlardır. Hiponimlər isə hiperonimə aid olan sözlərdir. Məsələn, meyvəyə aid olan alma, armud, heyva, şaftalı, nar və s. Bunlar artıq ümumi şəkildə nə adlanır? Biz bunlara meyvə deyirik. Və yaxud da ki, qohum. Qohum nədir? Hiperonim. Onun hiponimləri nədir? Bacı, qardaş, ata, ana, xala və s. Bədən üzvləri, qulaq, burun, ağız, boğaz, ayaq, əl, bunlar artıq hamısı ümumi şəkildə nə adlanır? Bədən üzvü adlanır. Amma hiponim nədir? Hiponim onu artıq biz dəqiq bilirik ki, qulaq, burun, boğaz, ayaq və s.lərdən söhbət gedir. Geyim. Geyim hiperoniminə aid olan hiponimlər hansıdır? Ətək, şalvar, köynək, papaq və s. Əmək aləti, kəlbətin, çəkic, rəndə, mişar və s. Və yaxud da mebel sözü hiperonimdir. Biz mebel deyərkən dəqiq bilmirik hansı mebeldən gedir söhbət. Amma biz deyirik ki, şkaf, rəf, stul, stol və s. Artıq bunlar nədir? Hiponimlərdir. Dinlədiyiniz üçün təşəkkür edirəm.